Kurtarma ve kadının şehit olduğunu bildi. 1990 yılın yazların 19'undan 20'sine geçen gece saat 23.30'da Sovet İttifakı koşulları Bakı şəhərinə daxil oldular. Onların Bakıda daxil olmasına səbəb SSR Ali Sovet Rəyasət Heyətinin Bakı şəhərində fövqəladə vəziyyəti elan edilməsi haqqında fərmanı idi. Televizya yayını partladıraraq dayandırıldı. Fərz edin ki, televizya yayını bir partladıldı və heç ki, televiziyada heç nə göstərilməz. Sonra halk məlumatdan məhrum edildi. Çünki əgər o partladılmasaydı, halk televiziyada bütün məlumatları alacaqdı. Ona görə partlatdılar ki, halk bilməsin ki, nə baş verir. Ordu şəhərə gizli şəkildə gerildi. Gizli şəkildə tanklarla şəhərə girirlər və əhali qırmağa başlayırlar. Bu addımlar planlı şəkildə həyata keçirilmişdir. Sovet ordusu tanklarla, zirehli texnika ilə, ağır silahlarla heç bir xəbərdarlıq etmədən təsəvvürünüzə gətirin ki, bu gecə olmazdı, indi dərs keçdiyimiz vaxt olar. Bu zaman fərq edin ki, tanklar girib bura, ağır silahlar girib, gecə olardı. Deməli, gecə radələrində olubdu, əhali kim küçədə, bacada, kim harda olubsa, onlar məhkum edildi. Evində olubsa, gizlənib, tanklarla, silahlarla hücum edirlər. Bakı şəhərinə daxil olublar, küçələrlə qarşılarına çıxan hər kəsi hədəfə alırlar. Kimi yaralanır, kimi rəhmətə gedir, ordunun hərəkətləri, dinc insanlara atəş açılır, yararlara kömək edənlər güllələridir. Təcili yardım maşınları belə vuruldu ki, kömək eləməsinlər yararlara. Bu hadisələr bəşəriyyətə qarşı cinayət. Uşaqlar, gəlin bir dəqiqəli sübutlar, dünyalar şəhidlərini yad edir. Allah rəhmət. Şəhidlər xiyabanı, boynu bükük çiçəklər, vüsalına yetməyən saya gəlməz ürəklər. Məzarlar sıra sıra, baş daşları yan bayan, bu torpaqda uyuyur sayısız igid qəhrəman. Şəhidlər xiyabanı, qəlbimizin yaşları, necə sevən ürəyin nakam can sirdaşları. Şəhidlər xiyabanı, tarixin düyünləri, millətin məhvə məhkum düşünən beyinləri. Şəhidlər xiyabanı, ayağa qalxan elim, azadlıq yollarında hünər qeyrət heykəlim. Şəhidlər xiyabanı, canımızdan köçən can, şəhid verirsə demək yaşayır Azərbaycan. Şəhidlər xiyabanı, qəlbimizin yaşları, necə sevən ürəyin
nakam can sirdaşları, şehitler xiyabanı, tarixin düğünleri, milletin məhrəməhkum düşünən beyinləri.